Bayrağında Osmanlıya qarşı üsyanı simvolizə edən ölkədə Fələstində təlim keçən erməni terror təşkilatı Asallanın qanıçən muzluları öncə Türkiyənin müxtəlif ölkələrdəki səfirliklərinə ardıcıl hücumlar həyata keçirdi. Neçə diplomatı qətlə yetirdilər. Sonra o təşkilatın üzvü olan terrorçular eyni qətliamı Azərbaycan torpağında, Xocalıda davam etdirdilər. Yaxın tarixin bu qanlı səhifəsini də Türkiyə ictimaiyyətinin yaddaşından cırıb atmağa çalışdılar, amma biz Azərbaycanlılar unutmadıq. Dostumuzu da, düşmənimizi də sınayaraq seçdik. Qardaş dediyimizi, arxa dayaq bildiyimizi heç vaxt sorğulamadıq. Qərarlarını anlamağa çalışdıq, üstəlik dəstəklədik. Çünki qardaşlığın özəyi, mayası da məhz budur. Amma haqsızlığı da müdafiə etmədik. Eyni ilə bir çox dünya ölkəsi, o cümlədən Türkiyə kimi Fələstin məsələsində iki dövlətli həll prinsipini dəstəklədik. Humanitar yardımlar etdik, əlaqə qurduq. İndi bizdən nə gözləyirlər? Axı kəskin mövqe sərgiləməsinə və 2 ildir davam edən gərginliyə baxmayaraq İsrailə ən çox mal satan ölkələrin siyasətində adı olan Azərbaycan deyil, Azərbaycanı İsrailə neft satmaqda günahlandıran zehniyyət məgər anlamır, görmür ki, o neftin satılması üçün açıq dənizə, Türkiyəyə məxsus Ceyhan limanından çıxarılır. Üstəlik, açıq dənizdə tankerlərə yüklənən neftin kimə, necə satıldığına nəzarət etməyi mümkün olmadığını da bilmir bu qara PR kampaniyasının arxasındakı qüvvələr. Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın ölkəsində hakimiyyətə tam nəzarəti təmin etdikdən, Qərblə bağlı siyasi axınları neytrallaşdırdıqdan sonra daha ciddi mərhələyə qədəm qoydu. Xüsusilə 2020-ci ildən sonra iki qardaş ölkə arasında hərbi siyasi müstəvidəki əlaqələr sürətlə inkişaf etdi. Biz ölkə və xalq olaraq bunu və bundan öncəkiləri əsla unutmuruq. Şuşa bəyannaməsinin Azərbaycana necə böyük güc verdiyinin də fərqindəyik, amma Azərbaycanın da Türkiyə üçün necə önəmli olduğu, bizim də qardaş dediyimiz ölkəyə verdiyimiz hər növ dəstəyi də gərək kimlərsə unutmasın. Təbii ki, Azərbaycan və Türkiyə arasında indiki sıx əlaqələr iki ölkə başçısının kimlərin hansı şəkildə müdaxilə etməsinə baxmayaraq bu qardaşlığı, dostluğu, bir millət, iki dövlət anlayışını qoruyub necə çalışdığını biz görürük. Amma təbii ki, bu İsrail və Fələstin məsələsində, Fələstində deməyim, indi Həmas arasında desək, ifadə etsək daha düzgün olur. Çünki bu İsrail-Fələstin müharibəsi deyil, İsrail-Həmas müharibəsidir. Bu baxımdan da bizim ölkədə də var, məsəl üçün Fələstini dəstəkləyənlər, hətta xəbər oxuyanda belə səni İsrailin adamı olduğuna görə söyənlər qismi var. Bu yalancı dindarlar adı altında da təbii ki gedirlər, amma hara gedirlər, niyə gedirlər, fərqinə varmadan irəliləyirlər. Məsələ burasındadır ki, eyni kəsim Türkiyədə də var və Türkiyədə əhali sayı çox olduğuna görə Azərbaycana tutulan iradlar da çoxdur. Məsələn deyək, bizdə 10 nəfər Fələstini dəstəkləyirsə, baxmayaraq ki, Fələstin Ermənistana dəstək olub müharibədə. Buna baxmayaraq ki, İran bugünün özündə də Ermənistana qardaş deyir və deyir, Zəngəzur dəhlizi açıla bilməz. Çünki mənim qırmızı çizgimdir. Bu qədər bizə açıq da olmasa, amma siyasi bir savaş eləyirlər. Buna baxmayaraq, amma bugün Azərbaycanda damarından Xameneinin qanının axanlar var. Bunu biz şoka düşsək də belədir, şoka düşməsək də belədir. Və bu qədər faktları niyə görmürlər dediyimizdə adam deyir ki, məsəl üçün onun haqqında danışa bilməzsən. Danışırsansa az qala sənə deyirlər ki, şeytansa. Niyə? Çünki dindən çox uzaqda gedən bir prosesin içərisindədirlər, amma din adı altında içərisindədirlər. Və konsulluğu açırsa bugün İranı gedib qafanda. Necə sübut eləyə bilərsiniz ki, İran bizim dostumuzdur? Azərbaycan səfirliyinə hücum olunursa, səfirlik əməkdaşımız öldürülürsə Sepahın keçmiş üzvü tərəfindən necə deyə bilərsiniz ki, İran bizim dostumuzdur? Başlayacaqsınız, arxivə işəcəksiniz. 1992-ci ilin 1-ci Qarabağ Savaşının filan vaxtında bir balaca yol verdi orada İran bizə. İran bizə buradan yol verdi, buradan qəbirlərimizin
İçine girdi. Ölülerimizin kızıl dişlerini çıkarttı. Seni buradan yola salıp buradan işini görmüştü. Ve İran'da Azərbaycanla Ermənistan arasında danışıqlar gedən anda Şuşa işğal olunmuşdu. Budursa İran'ın dəstəyi, vallah da bu dəstək deyil. Hətta bizi ona görə qınayırlar ki, İsrailə dəstək versin. Baxın, abilər, ablalar. Unutmayın ki, İsraillə ticarət əməkdaşlığı eləyən 5-ci ölkədir, 5-ci yerdədir Türkiyə. Bu siyahıda Azərbaycan yoxdur ilk 5-likdə. 5-ci yerdə Türkiyədir. Eyvallah deyərsiniz, ticarət ayrıdır, siyasət ayrıdır, tamam da o zaman. Bizim də algımız, satqımız ayrıdır, siyasətimiz ayrıdır. Yəni bugün biz hansı məntiqlə erməni kimi bir qonşumuz olmasına baxmayaraq, İran istəmirsə və yaxud Türkiyədə hansısa kəsim istəmirsə, biz ölkəmizi qorumaq üçün İsraildən silah almamalıyıq. Nə məntiqdir bu? Hansı məntiqdir bu? Və bəzən deyirlər, İsraildə bir küçə var, nə bilim, erməni soyqırımı adına deyirlər, nə bilim, nə deyirlər. Baxın, burada da özünüzü quyuya salırsınız. İsrail İslam dövləti deyil ki. Niyə sizə təsir edir ki? Siz İranın nə etdiyinə baxın da Ermənistandan. İran ki, İslam dövlətidir. Fələstin dediyiniz İslam dövlətidir. Asala terror təşkilatı harada yaradılmışdı? Fələstində yaradılmışdı. Asala terror təşkilatı 1-ci Qarabağ savaşında Azərbaycanlıların başını bədənindən ayırırdı. Harada yaranmışdı terror təşkilatı? Fələstində yaranmışdı. Bir qədər tarixi görün. Mən necə harasa aşiq ola bilərəm? Axı mən Xocalı soyqırımını yaşamış bir ölkənin nümayəndəsiyəm, vətəndaşıyam. Və bugün Türkiyə 5-ci yerdə ticarət əməkdaşlığı eləyirsə, hansısa bir türk necə dil uzada bilər ki mənə? Mən axı o ticarət əməkdaşlığında yoxam, amma 5-ci yerdə siz qazanırsınız. İsrailin sizə verdiyi pulu bəlkə də evinizə gətirirsiniz, balanıza çörək alırsınız. Bu məsələyə belə baxmaq lazımdır. Bilirsiniz necə? Biz müsəlmanıq deyə eybi yoxdur. İran kimi istəyir? 136 şahid puaları. Ukraynada günahsızların başına yağdırılır. Müsəlman dediyiniz ölkə bir xristiyanın ölümünə də imza atmaz. Və İran İslam Respublikası gözəl bilir ki, Rusiya hücum həyata keçirir və Rusiya birinci vurduğu, bombaladığı, pualarla dağıtdığı yerlər içərisində xəstəxanalar, məktəblər, bağçalar var idi. Bir də ki, Ukrayna infrastrukturu var idi. Yəni bunu görmək həqiqətən də belə çətindir. Bilmirəm, valla bəlkə də bizim bəsirət gözlərimiz daha çox açıqdır və yaxud da ki, daha çox baxırıq. Bu adi bir prosesdir də bugün dünyada baş verən və mən də düşünürəm ki, bu aşiq məşuqlar da gözlərini, qulaqlarını yumub bağlamırlar axı. Və o ölkəyə aşiq olanları mən xəstə təfəkkürlü adlandırıram. Siz bəli xəstəsiz, həm də ruhən xəstəsiz. Çünki bu qədər şeylər həyata keçirilən və başımıza gətirilənlərdən bugün Zəngəzur dəhlizi hələ də mənim qırmızı xəttimdir deyirsə İran, Ermənistana dəyən zərbə mənə dəyən zərbədir deyirsə, bugün nə bilim Xamenei Paşinyanla öpüşüb görüşürsə, bu insanları sevmək üçün xəstə olmaq lazımdır. Dövlətlər arasında münasibət başqa şeydir, siyasəti qətiyyən bura qatmayın. Yəni bu ümumiyyətlə insani dəyərlərdən gedir, keyfiyyətlərdən gedir. Ya Allah, müsəlmanam, kimisə öldürürəm. Yoxdur, dində belə bir şey yoxdur. Buradan Azərbaycana diş qıcıyırlar ki, siz İsraillə əməkdaşlıq edirsiniz. Və sizin elədiyiniz nədir İsraillə? Sizin də elədiyiniz əməkdaşlıqdır da. Yəni bu müəyyən bir toplum tərəfindən olan bir şeydir də. Ya da ki, siz əməkdaşlıq eləyə bilərsiniz, Azərbaycan eləyə bilməz. Niyə eləyə bilməz ki? Yenə edirəm. Bir tərəfimiz İrandır, bir tərəfimiz Rusiyadır, bir tərəfimiz də Ermənistandır. Bugün Azərbaycana daha çox lazımdır silah sursat. Çünki nə vaxt, hardan nə zərbə gələcəyi bilinməz ki bu ölkələr arasında. Və bugün İran, sevdiyiniz İran, Azərbaycan Respublikası demir, dövlət televiziyasında Bakı Respublikası deyir. Necə inanmaq olar, necə güvənmək olar?